Gözəl insanlar. Demək bacımız sosial şəbəkə üzərindən, YouTube, TikTok üzərindən bizə müraciət eləyərək vəziyyətinin pis, acınacaqlı durumda olmasını bildirdi. Biz də gəldik, gördük, şahidi olduq. Borcları var, hal-hazırda yoldaşı yoxdur, atıb gedib. 4 dənə qız övladı var. Gəlin bu körpə bağlara əmlik, daylıq, analıq, atalıq, qardaşlıq, bacılıq eləyəyim, xahiş edirəm. Ana, buyur sən də sözünü dinən. Mənim bu vəziyyətə düşdüm, işdən çıxdım, işdən çıxartdılar məni. İndi də Allah qoysa deyiblər, bir-ikisi geri bərpa edəcək. Vəziyyətim çox ağırlaşdı, 4 dənə uşaqla çox çətin vəziyyətdə qaldım. Evi zadı sel bastı, qonşular gəlib təmizlədi, elədi. Buradan kombi sistemim yandı, motorum yandı. Buradan borc elədim, uşaqları baxdım, mağazinə borc elədim, uşaqları baxmağa. Üstəlik ev pulu gəlir, ev pulunu ödəyə bilmirəm. Vəziyyətim çox ağırlaşıbdır. Sizdən xahiş edirəm, mənə köməklik göstərin. Mənim çox çətin vəziyyətim var. Kim istəsə gəlib baxa da bilər. Ev apsat buz kimi soyuqda oturuq. İşləmir sistemlərimiz. Ağır vəziyyətim var. Atası da köməklik eləmir. Köməyi çatmır atasının. Hər bir məsuliyyət özümə düşübdür. Karnallarım da yazıbdır, ödəyə bilmirəm. Kira pulunu ödəyə bilmirəm. Borcumu ödəyə bilmirəm. Uşaqları gedirəm, utana-utana nisiyə götürürəm, yedirəm, gətirirəm ki, uşaqlar yazıq olmasın, ac qalmasın.